Salam dostlar, mən İslam. Yeni bir videoyla daha qarşınızdayım. Bu videoda GTA maşını salmağa çalışacağıq. İlk növbədə öz internet browserimizə daxil oluruq. Buraya yazırıq GGMM. Buraya getagarage.com GGM'yə daxil oluruq. Buradan download mod. Buradan fevral 07 2007 doların yükləsiz məsləhətdir. Ən axırıncı qoyulandır. Gözləyir yüklənsin. İndi isə siz bilmirsinizsə, sizin o GTA-nı yüklədiyiniz səhifə papka hardadır, belə görə bilərsiniz. Fail məkanını aç və yoxdur yerini aç. Buradan belə götürüb sürüşdürürsünüz. İndi mən yükləmişəm, sürüşdürmürəm, amma siz eləyə bilərsiniz. İndi isə hansı səhifədən maşını yükləyəcəksiniz, onu başa salmağa çalışacağım. İlk növbədə getainsight.com. Mən həmişə bu səhifədən yükləyirəm. İndi özünüz bilərsiniz hansı səhifədən yükləyirəm, amma mənim bu səhifə xoşuma gəlir. Buradan Cars. Yalnız San Andreas'a, biz San Andreas'a maşın salırıq. Nə GTA 4-ə, nə GTA 5-ə, Vice City'yə, GTA 3-ə, heç birini yox. Sadəcə San Andreas'a. Buradan Cars'a giririk. San Andreas, Cars. Buradan məsələn nə maşın yükləyək? Lada yükləyək. Hansını? Bunu 2104 Türk Edition. Gözləyək yüklənsin. Hə, gördüyünüz kimi yükləndi. Daxil oluruq. Bir də ki bir söz deyim. Məsələn, bunu hara salsaz, yəni Greenwood-dur. Bu həmin maşından dəyişiləcək. O maşının yerinə bu girəcək də. Hə, GGM'yə daxil olmalıyıq. Məsələn, baxaq Greenwood-a nə maşındır? Hə, məsələn, bu deyil. Bunun yerinə bu gələcək. İndi buradan installer. Bura giririk. Buradan manual mod installer. Buradan TFF-ni TFF-yə, TXD-ni TXD-yə. Gördüyünüz kimi TFF TFF-yə. TXD TXD-yə. Buradan install. Yükləndi. Görürsünüz budur. Təşəkkür edirəm. Video işinizə yaradısa bəyənməyi unutmayın, xahiş edirəm. Abunə olmağı unutmayın. Sağ olun.